Çox bilmişin cavabında xoş gördük sizi. Bugün növbəti çox bilmiş dostumuzla hisslər və duyğular mövzusunda sual-cavab edəcəyik. İndi isə dostumuz özünü təqdim eləsin. Buyur. Salam, Salam. necəsiz? Yaxşı olasınız. Özünü təqdim edirsən bizə? Bəli. Buyur. Mənim adım Həşimli Adəmdir. Həşimli Adəm. Bəli. Çox yaxşı. Neçə yaşın var Adəm? 11. Adəm, özünü çox bilmiş sayırsan? Belədir, 50-50-yə. Səncə çox bilmiş olmaq nə deməkdir? Çox şey bilmək. Çox yaxşı. Bəs bax dedin 11 yaşın var da. Özünü böyük sayırsan yoxsa balaca? Böyük. İnsan nə vaxt böyüyür? Bilmirəm. Bilmirsən? Yəni, bilmirəm, tamam. Bəs Mənim üçün deyə bilər 18 yaşından sonra. amma sən 11 yaşında artıq özünü böyük sayırsan, hə? Çünki çox Bəli. bilmişsən. Yox. Adəm, bax dedim ki, mövzumuz hisslər və duyğulardır. Hiss, duyğu deyəndə nə başa düşürsən? Sevinç, bilmirəm, qorxu, qəzəb, yəni hirslənmək. Sonra, Hı -hı. bilmirəm. Qalanları yanımda deyil. Yadında deyil. Ən çox keçirtdiyin hiss hansıdır? Yəni sənə elə gəlir ki, o hissi bütün digərlərindən daha çox yaşayırsan. Bir sevinç, bir də arada bir qorxulu yuxu görsəm, qorxu. Aha. Bəs yaxşı. Bəs sənə desəm ki, hiss və duyğuları rənglərlə izah elə. Sevinç deyəndə səndə hansı rəng görsənir? Sarı, yaşıl. Bəs xoşbəxtlik? Eyni şeydir. Bəs dedin ki, qorxu hissi olur bəzən qorxu. Bənövşəyi, Bənövşəyi. Bəs qəzəb? qırmızı. Qırmızı. Bəs sevgi? Onu bilmirəm, 2 rənglidir deyəsən. Bir qırmızı var, bir də şey var, səhra. Çəhrayı. Adəm, sevinç hissi deyəndə sənin üçün nə sevindirici ola bilər ki, onu sevinəsən? Bilmirəm. Mənə hər şey sevindirə bilər. Məsələn? Sevdiyim cizgi filmi ya da filmi televizor açanda baxmaq. Məsələn, ya açmışam, artıq sevdiyim film gedir, yəni baxa bilərəm. Aydındır. Bəs Adəm, bizə deyə bilərsən, cəsarətli olmaq nə deməkdir? Yəni heç kimdən qorxmamaq. Yəni heç nədən. Səncə uşaqlar daha cəsarətli olur, yoxsa böyüklər? Böyüklər. Bəs əsəbi olmaq nə deməkdir? Nəysə əsəbləşmək. Yəni hirslənmək. Əsəbi olanda necə reaksiya verirsən? Bax, nəyəsə əsəbləşmisən və sənin davranışın necə olar? Əsəbi. Necə deyim? Neynirsən əsəbi olanda? Biraz tonumu qaldırıb qışqıra bilərəm. İndi adam O da əgər əsəblə stres bir yerdə birləşəndə. Stres dedin, stresli olmaq. Yəni bir sözü başlamır, sonra birləşirlər. Aydındır. Bəzən yəni səni əsəbləşdirəndə qarşı tərəf haqlı ola bilər və yaxud da ki, qarşı tərəf haqsız ola bilər, sən haqlı ola bilərsən. O zaman davranışın necə olur? Hansında? Məsələn, sən əgər haqsızsansa və sən bunu əsəbləşdin, birdən dərk elədin ki, mən haqsızam, o haqlıdır. O zaman necə davranırsan? Üzr istəmək olar. Üzr istəmək olar. Bəs sən haqlı olanda onda qarşındakı insanı bağışlaya bilirsən, əgər o səhvini başa düşürsə? Bağışlamaq deyəndə əgər əsəbləşdinsə, o sonra deyir ki, məsələn, mən səhv demişəm, onda insan səhv dediyini başa düşür. Yəni etiraf edir. Sən də onda əsəbin soyuyur və onu bağışlaya bilirsən, hə? Bağışlamaq gözəl bir hissdir. Amma bağışlamağı bacarmalıdır. Hə? Bəli. Onda nə olur? İnsan yüngülləşir, yoxsa rahatlaşır. Duyğu və hisslərini ən çox kiminlə bölüşürsən? Bir əvvəlki məktəbdən dostumla, bir də mama ilə. Ananla bölüşürsən. Bölüşdüyün zaman, məsələn, olub ki, elə duyğun, hissin ki, sən onu heç kimə demək istəməmsən.
ancaq özündə saxlamısan. Məsələn, o bölüşdüyün duyğu ilə bölüşmədiyin duyğu hissi səndə necə bir vəziyyət yaradır? Bölüşəndə rahatlaşıram, amma bir-iki şey var ki, yəni deyə bilmirəm niyəsə. Heç kimdən soruşmamısan o barədə? Maraqlı gəlmir sənə ki, məsələn, desəm görəsən nə deyərlər? Gəlmir. Heç cür. Heç cür gəlmir. Bax, sən məktəblisən də dedin. Məktəbdən bir şagird kimi razı və narazı qaldığın tərəfləri. Razı qaldığım şey, elə bil mən əvvəlki məktəblərdə bufet elə bil uzaq idi də. İndi elə bil sinifim burdadır, bufet burdadır, idman zalı burdadır. Yəni çox rahatdır. Bufet burada, idman zalı burada. Sinifimiz də burada, rahatdır. Getmək, gəlmək. Ancaq bufetin yaxın olmağı və idman zalının yaxın olmağı razı Bir də qalır. çölə yaxındır. İdman zalında elə bil qışda elə eləyəcək. İndi havalar yaxşıdır deyə çöldə eləyəcək hələ ki. Aydındır. Bəs bax, sənin səlahiyyətin olsaydı, yəni sən müəllim olsaydın, sinifdə daxil olanda uşaqlarla necə davranardın? Deyərdim ki, ayaq üstə qalmasınlar. Çünki ayaq üstə qalxın, hə, nə verdi? Nə verəcək? Qalxdın, oturdun. Onu otur da. Aydındır, maraqlı Sonra yanaşmadır. məsələn qoyardım ki, mənim bir şeyim var. Dərsdə niyə sakit çəkmə? Ağzını sakitdə tutmusan, çeynirsən də dərsə də qulaqsan. Nə olub ki? Neynirəm sənə? O sualı vermisən müəllimlərimə heç? İndiki riyaziyyat müəllimimiz yaxşıdır, amma bir-iki şeylərdə yəni narazıyam. Məsələn? Məsələn, nəyisə başa düşməyəndə sinifim biraz səs-küylüdür. Sən salanıb başa salmır. Deyir ki, sinif sakitləşsin. Sinif də sakitləşməyənə qədər də başa sala bilmir də. Keçən dəfə başa salmadığına görə, məsələn, mən keçkidən 3 almışdım. 3, 50 ilə hələ. 50-50-yə. Amma əslində bilirsən ki, daha yaxşı nəticən ola bilərdi də. Bir 80 ala bilərdim sonsuza 4-lə. Ya da 81 qatarın altında qalmış 5. Necə müəllimələr deyirlər, 81 qatarın altında qalmış 5. Aydındır. Bax, Adəm, bayaqlarım dedin ki, özünü böyük sayırsan, amma yəni yaşca səndən böyük olanlarsa deyir ki, 18 yaşından sonra adam böyük sayılır. Tutalım ki, sən böyüdün artıq, yəni onların gözü ilə baxsaq. Bu valideyn-uşaq münasibətində və yaxud da böyüklərlə azyaşlılar arasında münasibətdə nəyi fərqli görmək istəyərdin, nəyi dəyişərdin? Hər şey, yəni, hər şey deməkdir ki, məsələn, sakitə danışsan da, deməsinlər ki, telefon qoy, baxma, nə bilmən nə də axır. Yəni danışmaq istəyirsən, danış da. Aydındır. Mən məsələn əvvəllər dostumla zəng edirdim video zənglə. 2 saat WhatsApp-da danışırıq. 2 saat. İndi də elə 2 saat yox, 3 saat. İndi artıq 3 saat da artırmışsınız. Çıxarlıq. Bax, elə telefon demişkən, telefon mövzusuna bir toxunaq səninlə. De görüm, telefona, planşetə baxmaq, kompüterdə oynamaq, dərs oxumağa mane olur, yoxsa kömək eləyir? Yəni, bu vasitələr dərs oxumağımıza kömək eləyən vasitədir, yoxsa mane olandır? Məncə mane eləmir. Yəni, mən məsələn həmişə, ən çox vaxtlarda, dərsimi eləyəndə naushnik taxıram, telefonda mahnını qoyuram, dərsimi yaza-yaza qulaq asıram. Yəni, kömək eləyir. Kömək eləyir. Ya da məsələn, kompüterdə əgər nəyisə araşdırıramsa, telefonumun zayatkası bitib də, orada da bir dənə YouTube-dan bir dənə mahnı tapıram, tapıram Google-dan, nə haqqında esə verim, məsələn, qədim abidələr haqqında. Mahnını qoyandan sonra Google-da təzə bir yer yaradırıq, yəni orada sonra yazıram, yaza-yaza mahnıya qulaq asıram. Mahnı deməli sənin fikrini daha dolğun formalaşdırmağa kömək olur da. Bir də məndə bir xasiyyətim var ki, qulaqlıqda mahnını qulaq asanda mən həmişə oxuyuram. Dözə bilmirəm, oxuyuram. Bu da dərs oxumağıma mane olmur, hə? Nə maraqlı, mənə daha rahat olur. Daha rahat olur sənin üçün. Həm də ki, mən biraz ingilis dili mahnılarını qulaq asam deyə ingilis dilindən daha rahat olur. Nə gözəl. İngilis dili, ümumiyyətlə dil öyrənməyi sevirsən, yoxsa? İndi ingilislə Koreya dilini öyrənirəm. Koreya dilini, nə gözəl. İndi birin əlifbanı yazmışam. Meyvə, içki, sən, mən olur. Onlar, sonra fəsillər, bir də bugün, sabah. Zamanı öyrənirsən. Hə, zaman.
Hə, çox gözəl, çox maraqlı oldu. Adəm, ölkələr demişkən sənə bir sual verim. Bax, əgər sənə desəydilər ki, bütün dünya ölkələrinə hamısına bir dənə bayraq yarat. Yəni bütün dünyaya bir bayraq yaratmaq şansın olsaydı, sən o bayrağa hansı rəngləri seçərdin və nə üçün? Bayrağın özü ağ olardı. Hı -hı. Dörd tərəfindən də 2 dənə belə qara çubuqlar. Ortasında da dairə, bir tərəfi qırmızı, bir tərəfi mavi, yəni Koreya bayrağı kimi. Aha, səbəb yəni Koreya sevgin Hə, və orada həm də ki biraz daha müasirdir. Elə bil mağazalarda elə olur ki, məsələn, necə deyim, makaronlar olur. Aha. Onlardan alırsan, mağazanın özündə soba olur. Orada bişirib mağazanın içində elə yeyə bilərsən. Ha. Hələ bir də ən sevdiyim şey, orada dondurma olan yeri bu boyda qab olur, içində buz. Sok alırsan bir dənə böyük 10 boyda. Hı -hı. İçinə tökürsən, qarışdırsan içmək olur. Çox gözəl. Deməli sən ölkələrin inkişaf etməyinin tərəfdarısan, istəyərsən ki, onlarda olan Həm də ki, o inkişaf yeməklər bizdə də olsun. çoxdur. Yeməklər çoxdur. Hər bir tərəfdə mağazin var. Amma orada hələ biraz da müasirdir. Hı -hı. Elə bir yollar keçmək istəyəndə telefonda arada bir qalırıq da. Hı -hı. Orada yolun altında elə bir telefonda olanlar üçün belə xat olur. Mavi ilə qırmızı, yaşılla qırmızı. Qırmızı olanda telefonu dayanan görür ki, qırmızıdır, yaşlı olanda keçə bilir. Səncə onu bizdə tətbiq eləmək lazımdırmı? Lazım. Yəni hamı telefona baxa-baxa keçir yolu. Yəni əgər kimsə keçirsə, hər ehtimala lazımdır. Səncə düzgündür yol keçəndə telefona baxaq, yəni bir 3 Yəni saniyəlik nəsə lazımdır, kirayə məsələn, mesaj yazdılar iş haqqında. və maşın yolunu keçəndə biz mütləq o mesaja baxmalıyıq, hə? Əgər işə gediriksə, o Hı. mesaj yazılan işə, onda hə. Bayaqdan danışdıq səndən. Dedin ki, telefondan çox istifadə eləyirsən və niyəsə telefona bağlılıqmı deyim, asılılıqmı deyim, səndə azacıq onu hiss elədim. Bunun səbəbi nədir telefonu bu qədər sevməyinin? Bilmirəm. Məsələn, ola bilər, məsələn, telefonla dostunla danışmaq, kiməsə ev tapşırmağa gərək yazmayıbsa, sonra kiməsə yazmaq əgər uzaqdadırsa, məsələn, insan məsələn Qəbələdədir, sən Bakıdasan, nəsə yazmaq istəyirsən, yaza bilərsən. Sonra video baxa bilərsən, oyun oynaya bilərsən. Yəni çox şey. Bəs yaxşı, bax bu cavabından irəli gələrək sənə belə bir sual verim də, dostlarınla canlı vaxt keçirtməyi üstün tutarsan, yoxsa telefon vasitəsilə danışmağı? Sonra belə elə də çox çıxmıram. Havalar Çıxası olsan da, tutalım ki, havalar da münasibdir. İstəyirəm, amma dostum biraz uzaqda qalır deyə. Yəni vaxtımız tapılmır görmək. Mən ən çox amma videodan danışırıq. Birdən də fürsət oldu. Mən sənə seçim deyirəm də. Təsəvvür edək ki, belə bir seçim sənə verildi ki, ya video zəngdən qoşul danış, ya da ki, canlı olaraq hardasa vaxt keçirdin. Mən hər ikisi. Hər ikisi. Əgər canlı görsəm, mən həmişə dostumla şey keçmək istəmişəm. Tək avtobusa minək, 55 nömrə Bakıxanov mall var. Orada gedib bir-iki şey almaq, sonra da yemək yemək, sonra da filmə baxmaq. Aha, deməli canlı vaxt keçirməyi üstün tutursan da, ondan. Amma telefonla da danışmaq Aydındır, aydın. Telefonu birmənalı şəkildə imtina etmək istəmirsən. Bəli. İmtina olunmur. Aydındır. Adəm, bax, məktəblisən də sən. Bəli. Məktəbdə, yəni sinifdə uşaq sayı da təbii ki 29, biri də ev təhsili. Həmin uşaqlar arasında hamı bir-birinlə dosturmu, yoxsa kimsə təcrid olunur, biraz kənarda qalır, bəyənilmirmi və yaxud da istənmirmi o qrupaya daxil olsun? Var. Elə bir hallar var? Var. Səncə bu düzgün yanaşmadır, kimisə təcrid eləmək? Yox, amma sinifdə elə bir 2 dənə dostum var. Yox, 3. Biri fiziki tərbiyə dərsinə girir, üçümüz də formanı yadından çıxardan sonra fiziki tərbiyədə gəzirik. Bir də uşaq var, elə bil formanı heç vaxt gətirmir. Gətirmir. Mən onların ikisi ilə danışmaq istəyəndə o da dalımızda gəlir. Yəni mən nə qədər desək də ki, sinif rəhbərinə desək ki, dalımızda gəlməsin, biz tək danışmaq istəyirik də üçümüz. O hələ də gəlir. Bir də bir-iki
sinifdə məsələn bufetdə zad olanda əşyalarıma toxunur. Mən bir-iki dəfə dözməmişəm, qışqırmışam, amma kömək eləmir. Sakit deməyə çalışmısan bəs Bəli. qışqırmadan. Yenə də Amma faydası alınmır. olmur. Onu da müəllimələr deyib ki, ikinci ilə qoyacaqlar. Çünki indi elektron jurnal var da. Aha. Orada birinci əmr, ikinci əmr illikdə yekunda hansısa bir fəndən hamısı 2 olsa, elə bil məktəbdən çıxardacaqlar. Ya da başqa sinifə qoyacaqlar, amma yenə də 6-cı sinifə. O uşaqda heç fiziki tərbiyəyə girmir də. Bir də bir-iki fənlərdən heç girmir, yəni dərsi buraxır da. Gedir, yəni ikilər gedəcək də onsuz. Ya maksimum əgər bir fəndən, yəni birinci əmrdə 3 dənə, yəni 2 dənə ikisi olsa, yəni qalanlarda 4-5 saat olsa, onda o biri sinifə buraxacaqlar. Amma birinci yarımildə və ya ikinci yarımildə 3 dənə ikisi olsa, onu buraxmayacaqlar. Deyəcəklər ki, məktəbdən çıxardırıq. Aydındır. Bəs məsələn, bax həmin o uşağı öz dostların arasına alsan, sənə nə kimi maneçilik olar ki? O olar ki, hər şey müəllimə deyir. Yəni mən də desəm ki, mən məktəbə telefon gətirmişəm, amma söndürmüşəm. Vallahi gedib müəllimə deyəcək. Aydındır. Bax indi sənə elə Çox sataşandır. İngilis dərsində dostumun yanında otururam, məndən eyni qrupdadır da. Hər dərs sataşır. Bir dənə, 2 dənə qız var, dərs çox pozurlar da. Hər dəfə axırıncı partadadır. Hi-ha. Hər dərs elədilər. Hər dərs. Onlara da mən direktor da özü də deyib ki, onları çıxardacaqlar. bayaqki mövzuya oxşar bir sual verim sənə. Bir neçə nəfərin bir uşağa nədəsə hansısa bir mövzuda təzyiq göstərməsinin Nə mənada təzyiq? nə Yəni belə mənada sən eləyə bilmirsən, sən eləyə sən bilmirsən. elə hə də və bəli. baskı bullying sözünün mənasını bilirsən, yoxsa Bir də var kiberbullying, o internetdədir. o internetdədir. Biz canlıdan danışırıq. Biraz telefondan, kompüterdən çıxırıq da. Aha. Fiziki bullying göstərmək, mənəvi bullying göstərmək, yəni bax elə mənəvi budur ki, ona baskı eləyirlər ki, sən oxuya bilmirsən, sən bunu bacarmarsan. Yəni bir neçə uşağın bir uşağa və yaxud da böyüklərin kiməsə elə təzyiq göstərməyinin səbəbi nə ola bilər və biz nə etməliyik ki, bax bir 11 yaşlı bir uşaq kimi, 11 yaşım var da, düz dedim. 11 yaşlı bir uşaq kimi bizə böyüklərə nə məsləhət görərdin ki, uşaqlarımızı necə böyüdək ki, onlar o təzyiqlərə məruz qalmasınlar? Mən 4-cü sinifdə, bir də 3-cü sinifdə adıma görə qalmışdım. Onda uşaq 4-cü sinifin elə bir ikinci əməldə sinifə elə qışqırır, sinif heykəl kimi dondu. Yəni belə şokdan o uşaqla zorla əlinə tutub direktora aparmışam o gün. Zorla. Onu sənə kim demişdi ki, məsələn, kimsə sənə adıma görə və yaxud nəyəsə görə baskı eləyəndə belə davranmaq olar? Yox, heç kim deməyib, özüm eləmişəm. Aha. Yəni dözmədim. Demək ki, hər bir uşaq əgər bullyingə məruz qalırsa, etirazını bildirməlidir və güvəndiyi bir böyüyə bunu deməlidir. Sən də həmin vaxtı direktora Direktor demişəm, mamamı da çağırdılar. ananı da O çağırdılar. uşaq çox aktorluq edim. Ağladı ki, mən deməmişəm. Amma deyib. Amma nəticəsi oldu da, ondan sonra da o baskı, o bullying sənə tətbiq olunmadı. Yox, mən sonra çıxdım o məktəbdən. Adəm, bayaq dedin ki, hansısa uşaq sənin əşyalarına toxunanda, yəni sakit dedin, başa düşmədin, nəhayətində qışqırdın. Səncə, böyüklər də bəzən qışqırırlar uşaqlara, uşaqlar da bir-biri ilə qışqıra danışırlar. Bu düzgün bir ünsiyyət növüdürmü? Onu nə ilə əvəz eləyə bilərik biz? Qışqırmayaq, hansısa bir başqa yolu nə ola bilər? Amma yol yoxdur da. Əgər insan normal başlayırsa qışqırmaqla bəlkə başlayır da. Məsələn də, bax, böyüklər uşaqlara sakit deyirik, başa düşmürlər. Mütləq şəkildə qışqırmalıdır böyük uşaq. Böyüklər yox, amma məsələn, mənim balaca bacım var da. Aha. O təsəvvür edir ki, mənim yaşımdadır. Onu başa saldı, başa düşmədi də sakitdə. Aha. O da qışqıracaq da. Yəni hamı qışqıracaq ki, əgər böyük deyilsə uşağı yoxdursa da, yəni məktəbdə zət oxur. Özü də qışqıracaq ki, də bəsdir də, nə istəyirsən mənim canımdan? Biz qışqırmaqdan başqa bir yol tapa bilmirsən? Yəni Tapılmır. sözlərlə başa salar, Sözlərlə başa hərəkətlərlə. düşülmürsə
qışqırırıq da ondan. Oyunlarla insanlar Oyunlarla 12 yaşlı uşağı nə başa salsan? aydındır. Mən Çıxış yolunu ancaq qışqırmaqda görürsən, hə? Adam, gəl belə təsəvvür eləyək ki, bir anlıq, yəni vaxt olub da əvvəllər, yəqin bilirsən, telefonlar ümumiyyətlə olmayıbdı. Bir anlıq həmin vəziyyətə qayıtsaq, Adəm özünü necə təsəvvür eləyir? Mobil telefonlar, kompüter, planşet heç biri yoxdur. Qaçaram. Qaçaram. Hara qaçarsan? Bilmirəm. Özünü telefonsuz, planşetsiz təsəvvür eləyə bilmirsən? Niyə? Bilmirəm. Maraq dairən ancaq telefondan ibarətdir. Telefondan şəkillər çəkirəm, telefonda video izləyirəm. Yəni telefona tam yapışmışam. Yəni yapışmışam ki, orada bunu eləməliyəm, orada bunu eləməliyəm, ondan bunu sormalı, o belə. Yəni gedir. Bax, telefondan belə çox maraq göstərən biri kimi. Biz böyüklər nə etməliyik ki, sizin yaşda övladlarımız telefondan bu qədər asılı olmasınlar? Kömək eləməyəcək heç nə. Heç nə kömək Eləməyəcək. eləməyəcək. Biz bir çıxış yolu yoxdur deyirsən, Yoxdur. mütləq şəkildə telefondan asılı olacaqsınızsa. Bu qədər telefona bağlı olan biri kimi, bax, bizim veriliş əsnasında telefondan demək olar ki, istifadə eləmədin. Vaxtın necə keçdi səncə? Səmərəli mi oldu, maraqlı oldu? Maraqlı olanda telefondan ayrıla bilirəm. Onun, Hı yəni, necə deyim? Yəni, ayrıla bilirəm də, əgər Aydın. nəsə maraqlıdırsa. Amma maraqlı deyilsə, mən ayrıla bilmirəm. Yəni, maraqsızdır. Məsələn, Adel boyda məsələn qonaq gəlib də, mən Adel onlarla oynayır. Yəni, mənim maraqsızda 6 yaşlı, 7 yaşlı uşaqla oynaya bilmirəm mən. Yəni, çox. Aydındır. Ona görə maraqsız olur, telefona baxmalı oluram. Aha, Sakitcə aydındır. otağımda. Deməli ki, bugünkü verilişimiz sənə maraqlı gəldi ki, telefon yadına düşmədi də, hə? Elə deyə bilərik. Bəli. Adəm, bizim bir ənənəvi sualımız var. Yəni bütün qonaqlara sonuna yaxınlaşanda bu sualı verirəm. Əgər sən aparıcı olsaydın, qonağına hansı sualı vermək istəyərdin və yaxud da ki, sənə hansı sualın verilməyini istəyərdin? Bilmirəm. Özüm də bilmirəm. Özün bilmirsən. Yaxşı, bax mən qonağınam. Sən də verilişin aparıcısısan. Mənə hansı sualı vermək istəyərdin? Bilmirəm. Bilmirsən. Verilişimizin sonuna yaxınlaşırıq. Üzünü kameralarımıza tut və yaşıdlarına, bizə baxanlara, səni sevənlərə ürək sözlərini de və sağ ollar. Veriliş çox qəşəng idi. Çox sağ ol. Maraqlı suallar idi. Çox sağ ol. Sağ olun. Bugünkü çox bilmişin cavabı da Adəm dostumuzla birlikdə Məncə yaxşı qurtardıq, yox? sonuna gəlib çatdıq və sizinlə gələn verilişimizə, gələn buraxılışımıza qədər sağollaşırıq. Hiss və duyğularınızı həmişə bölüşün, paylaşın, doya-doya yaşayın. Sağ olun.